Abşeron yarımadasının qərbində yerləşən Ceyranbatan su anbarı Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisini əsasən içməli su ilə təmin edir. Ceyranbatan su anbarının istismarı Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan su anbarının istismarı idarəsi tərəfindən həyata keçirilir. Hazırda əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təminatını tam yerinə yetirmək üçün anbarda və ətrafında geniş miqyaslı işlər görülür. Belə ki, su anbarının qərb tərəfində yerləşən və iki hissədən ibarət olan Duzlu göl, aşağı Güzdək qəsəbəsi tərəfindən mühafizə zonasına daxil olan çirkab sulardan formalaşıb ki, 30 ildən çox bir dövrdə Ceyranbatan su anbarının yaxınlığında olsa da, onun ləğvi, qurudulması, daxil olan çirkab suların qarşısının alınması istiqamətində heç bir praktiki tədbirlər həyata keçirilməyib. Lakin son dövrlərdə sözü gedən göldən Ceyranbatan su anbarına sızmaların ola biləcəyi ehtimalının aradan qaldırılmasının istiqamətində görülən əməli işlərin nəticəsində çirkab göl tamamilə qurudulub. Kənar axıntıların qarşısı birmənalı şəkildə alınıb. Ceyranbatan su anbarının ekoloji durumunun yaxşılaşdırılması, boş qalmış sahələrdə yeni meşə massivlərinin salınması, Pirşağı, Novxanı, Xırdalan dairəvi avtomobil yolunun çəkildiyi ərazilərdəki meşə sahələrinin köçürülməsinin təşkili məqsədi ilə su anbarının qərb tərəfində 10 hektar sahə ayrılıb. Hazırda həmin sahədə aqrotexniki tədbirlər həyata keçirilir. Su xətti çəkildi. Bütün aqrotexniki qaydalara riayət edərək bu meşə sahəsi salındı. Burada əkilən ağaclar əsasən sərv ağacı, eldar şamıdır. İməcilik günü 1850 ədəd ağac əkilib və suvarılmışdı. İndi bu günə qədər 4200 bu sahədə ağac əkilib və gələcək hədəfimiz odur ki, bu sahədə ağaçların sayını 10 minə çatdıraq. Sözü gedən sahədə yeni salınacaq meşə massivində əkiləcək 10 mindən çox həmişəyaşıl ağacların suvarılması məqsədi ilə 200 və 110 min diametrində plastik borular vasitəsilə 7 kilometr uzunluğunda suvarma xətti çəkilir. Xəttin su təchizatının həyata keçirilməsi məqsədi ilə illərlə baxımsız qalmış 5000 kubmetr su tutumuna malik olan beton hovuzda cari təmir işləri görülür. Hovuz keyfiyyətli membran təbəqə ilə örtülüb. Çirkab suların kənardan əraziyə daxil olması nəticəsində formalaşmış iri həcmli bir çirkab göldür. Bu göl indi bu dayandığımız yer vaxtilə suyun içərisində olub. Ön tərəflərimiz, qamışlıqlar, 8-10 hektar ərazi burada istifadəyə yararsız olubdu da. İndi burada böyük tədbirlər həyata keçirilir. Biz hal-hazırda bu gölün deməli bir 40%-ni qurutmuşuq. 1956-cı ildən istismar olunan Ceyranbatan su anbarının ümumi su tutumu 186 milyon kubmetr, faydalı su həcmi 156 milyon kubmetr, ölü həcmi isə 36 milyon kubmetrdir. Anbarın orta uzunluğu 7,8 kilometr, eni 2,15 kilometr, maksimum dərinliyi isə 28 metrdir.